Salam aleyküm, axşamınız xeyir olsun. Bugün Yüksəkli Gərçinlər Klubunun 2025 yarış mövsümünün mükafatlanma mərasimidir. Hamınız xoş gəlmişsiniz. Buradan ilk öncə Bakı Yüksəkli Gərçinlərinin inkişafında, bu cinsin qorunub saxlanmasında əziyyət olan ağsaqqalları salamlayıram. Allah can sağ versin. Az çəkmirəm ki, birdən yadlarımdan çıxar, ayıb olar. Hamına çox-çox salam duamı çatdırıram. Allah onlara can sağlığı versin, bu cins, gözəl cinsi qoruyub saxlayıblar, bizləri ötürüblər. İnşallah biz də bir yeni nəsil olaraq çalışacağıq ki, bu cinsin öhdəsindən layiqincə gələk və gələcək nəsillərə daha gözəl şəkildə çatdıraq. Və buradan bir üz-üzü bir xəbərlə də əlavə eləmək istəyirəm. Bakı göyərçinlər tarixində, Bakı göyərçin tarixində öz dəsti xətti ilə, öz cinsini, Bakı göyərçin cinsini, öz xəttini, öz liniyasını yaratmış və deyərdim ki, Bakı quşbazlıq tarixinə öz adını qızıl hərflərlə yazmış Novxanlı Nərman əmi dünyasını dəyişib. Allahdan ona rəhmət diləyirəm. Və nəinki Nərman əmi, bu zonadan Ağalə əmi, Allah onlara qəni-qəni rəhmət eləsin. Onların da Azərbaycan quşbazlığında, Bakı quşbazlığında böyük əməkləri olub və bugün gənc nəsillər var ki, onların quşlarını saxlayırlar və onlara da Allahdan can sağlığı arzulayıram və onlara da xahişim və tövsiyəm olar ki, bu cür cinsləri, bu cür gözəl cinsləri qoruyub saxlayaq. Bir daha Nərman əminin ailəsinə dərin üzündən baş sağlığı verirəm. Allah günahlarına bağışlasın, məkanı cənnət olsun. Qısa olaraq biz hər dəfəsində çəkişimizdə klubumuzun tarixi haqqında kiçik məlumat veririk. Ola bilər bu video kiminsə qablarına çıxmayıb. Yüksəkli Göyərçinlər Klubu 2020-ci ildə qurulmuş bir yarış Bakı göyərçinlərinin üstündə formalaşmış bir klubdur. Bu klubun məqsədi Bakı göyərçinlərinin orijinallığını, onların uçuş özəlliklərini və burada şəzərəli bir sistemlə Bakı quşunun uçuşunu sərgiləməkdir. Burada bizim hədəfimiz Bakı quşunun orijinallığını qorumaq, onu gələcək nəsillərə doğru şəkildə çatdırmaqdır. İnşallah Allah bizi bu yoldan müvəffəq eləsin. 2020-ci ildə Yüksəkli Göyərçinlər Klubu klubların üzvləmə sistemini klub səviyyəsində həyata keçirib. Bu klubun üzvləmə məsələsi quşların soy şəzərəsi izləməsində, yarışlarda protokolların qeydiyyat aparılmasında, sertifikatların aparılmasında və yarışımızda yaş kateqoriyasına görə 2 yaş kateqoriyası var, bala kateqoriyası və 1 yaş üstü, yəni kart kateqoriyası. Bunun üçün üzvü sistemi olmazsa olmazlardandır. Və bununla paralel olaraq Yüksəkli Göyərçinlər Klubunun sertifikatlaşdırılma siyasəti var. Bu siyasət bundan irəli gəlir ki, 6-8 saat arası uçan göyərçinlərə 3-cü dərəcə sertifikat, 8-10 saat arası uçan göyərçinlərə 2-ci dərəcə sertifikat, 10 saat üstü uçan göyərçinlərə isə sertifikat, nickname və kubok verilirdi. Burada qardaşların və əzizlərin ağlından bu nickname kəlməsi toxuna bilər və nickname sözünün mənasını açmaq istəyirəm. Sözün lüğəvi mənası ləqəbidir. Sadəcə biz bunu nəyə görə veririk? İstər bizim özümüz, istər Bakı quşunu sevənlər və bizim klubu izləyən izləyicilər gələcək illərdə quşların adları ilə quşların hansı xəttdən gəldiyini bilsinlər və bu sistem dünya praktikasında, dünya yarış göyərçinlər praktikasında bu sistem var və gözəl effekt verici üçün və biz də bunu öz klubumuza tətbiq etmişik. Buna örnək olaraq Bolt, Armando, Porsche, Golden Prize və s. dünya yarış göyərçinlərindən mən misal verdim. Və inşallah bugün bizim də göyərçinlərimizin, rezultat vermiş göyərçinlərimizin nicknamelərində sizi tanış edəcəyik. Və Yüksəkli Göyərçinlər Klubu 2023-cü ildən az kateqoriyasını ortaya çıxartdı və az kateqoriyasını klub izində kəşf etdi. Az kateqoriyasının anlamı və mənası nədir? Yüksəkli Göyərçinlər Klubunun prinsipi quşun Abşeron deyimi ilə desək, meydan quşu, yarış göyərçinləri, sport, yarış idmanı dili ilə desək, yəni klassman quş ortaya çıxartmaqdır. Klassman quş deyərkən saat olaraq 6 saat üstü nəzərdə tutulur. Quşlar 6 saat üstü uçan və hər etap altı üstü uçan quşu nəzərə alınırıq. Və bugün inşallah bizim 2025 sezonumuzda 2 göyərçinimiz klassman rezultat verdi. İnşallah gələcək dəqiqələrdə mən onları təqdim edəcəm. Onlar haqqında həm şəzərələri haqqında, həm verdiyi rezultatlar haqqında əlimizdən gəldiyi qədər məlumat verəcəm. Və bundan əlavə 2022-dən biz bunu klub içində kəşf etdik və 2023-cü ilin as çempionu Namiq Xəmməmmədov oldu. 2024-cü ilin as çempionu Məhəmməd Azadoğlu oldu və inşallah 2025-ci ilin as çempionu isə sir qalsın növbəti dəqiqələrdə açıqlanacaq. Və bundan başqa Yüksəkli Göyərçinlər Klubunun hədəfi
orijinallıq qorumaqdır. İstər fiziksel özəlliyi olaraq, istər uçuş stili olaraq bir uçuş stilinə çox önəm veririk və burada Kamran qarşınızda söz verəcəyik. Çünki bu Kamranın bu sözü ona görə verirəm ki, var haqlı iradlar və biz bu iradlar, haqlı iraddan nəticə çıxardırıq və bunun qarşısını almağa çalışırıq. Var xəbərsiz olunan iradlar, yarış şərtlərindən xəbərsiz olan iradlar. Məsələn, biz bu il Yüksək Gərçinlər klubu olaraq Kamranın 10 saat 14 dəqiqəlik göyərçininin yarışını diskvalifiyə edirik. Səbəb, Yüksək Gərçinlərin yarış şərtində uçuş stili mövzusu var. Burada quşlardan startdan öncə diqqətlə xahiş edirəm qulaq asaq, startdan öncə hava şəraiti mane olmamaq şərti ilə 2 saat içində lazımi mənzilinə, lazımi yüksəyə çatmayan göyərçin yarışdan diskvalifiyə olunur. Hava şəraitində problem yoxdur, amma quş 2 saata toçkaya batmır. Bu quş diskvalifiyə olunur. Və digər bəndin B bəndi isə quş toçkadan çıxır və 2 saat içində meydançaya enmir. Heç bir hava şəraitində problem yoxdur, hava normaldır, enə bilər, amma enmir. Bu halda Yüksək Gərçinlər klubunun uçuş stilinə görə xətalıdır və bu xətaya görə də Kamran qardaşımızı 10 saat 14 dəqiqəlik quşunu yarışdan diskvalifiyə edir. Yarış hakimi Namiq Xan Məmmədov və Məhəmməd Azıdoğlu idi. İndi inşallah Kamranın burada sertifikatları var. O sertifikat alanda Kamranın o yarışa o 14 saatın diskvalifiyə olmağında, iradə olmağında özündən sual alacağıq. Biz bu haqda danışdıq və bu haqda biraz mən mövzunu genişləndirmək istəyirəm. Az klasmanın fəlsəfəsi və Yüksək Gərçinlər klubunun bu bəndi ortaya qoymasının məqsədi nədir? Yüksək Gərçinlər klubu az kateqoriyasını tərtib edərkən bir dənə bu hakidən bir qırağa çıxım. Bu sözümü heç kim qəti olaraq səhv anlamasın, digər əziyyət çəkən təşkilatlara bir ismarızmı, bir qıcıqmı, bu qəti bizim xasiyyətimizdə, bizim xarakterimizə və o aid olan bir şey deyil. Bu bizim klub məsələmizdir və biz izləyiciləri düşünürük və göyərçinlərimizin rezultatlarını düşünürük, buna uyğun klasman edirik. Burada mövzu nədir? Bir quşun sezon ərzində ən az 2 yarışda iştirak edib, hər yarışda 6 saat üstü uçmasından gedir söhbət. Və bu saatlar içində ən çox saat yığan göyərçin az klasmanın çempionudur. Və Yüksək Gərçinlər klubunun prinsipi həm quşun öz saatını, davamiyyətini, yəni meydan quşu olduğunu göstərmək və bununla paralel olaraq quşun şəzərəsinin təsadüfi şəzərə olmadığını, onun hansı şəzərədən gəldiyini, şəzərənin belə təsadüfi uçuş olmadığını biz bunu inşallah gələcək dəqiqələrdə arxiv Yüksək Gərçinlər klubunun Yüksək Gərçinlər klubunun şəzərə arxiv kitabında həmən göyərçinlərimizin arxivi haqqında, şəzərəsi haqqında məlumat verək. Bunu siz qardaşlar, əzizlərin, dəyərlilərin və izləyicilərin diqqətinə çatdıracaq Allah qoysa. Və icazə versəz, xırda təqdimatımıza başlayarıq. Bir öncə səsləndirdiyim Yüksək Gərçinlər klubunun sertifikatlaşdırma siyasətinə uyğun olaraq 3-cü dərəcə sertifikat və 3-cü dərəcə sertifikat, 2-ci dərəcə sertifikat və 1-ci dərəcə sertifikatlarımız var. 1-ci dərəcə sertifikat 10 saat üstü və 10 saat üstü uçan quşların arxiv şəzərə kitabına işlənilir. Birazdan onu təqdim edəcəm. 2-ci dərəcə sertifikatımız 8-10 saat arası rezultat vermiş göyərçinlərə verilir və 3-cü dərəcə sertifikatımız 6-8 saat arası uçan göyərçinlərimizə verilir. Sertifikatın təqdim edilmək üçün dəvət edirəm Məhəmməd Azıdoğlunu. Gəlməyin, burada edir yaxınlar. Qaşım, təbrik edirəm səni. Məhəmməd Azıdoğlu 30.07.2025 tarixində 2025-623 bala kateqoriyasında 6 saat 22 dəqiqə rezultat verib. 3-cü sertifikata təltif olunur. Uğurlar qardaşım. Məhəmməd Azıdoğlunun 3-cü dərəcə digər sertifikatı 30.07.2025 tarixində 2023 440 nömrəli göyərçini 7 saat 4 dəqiqə ilə 3-cü dərəcə sertifikatına təltif olunur. Məhəmməd Azıdoğlunun 2-ci dərəcə sertifikatı 30.07.2025 tarixində 2023 012 nömrəli göyərçini 8 saat 37 dəqiqə ilə 2-ci dərəcə sertifikatla təltif olunur. Məhəmməd Azıdoğlunun 2-ci dərəcə digər sertifikatı 23.07.2025 tarixində 2023 440
39 nömrəli göyərçini 9 saat 35 dəqiqə ilə nickname Mrs. 2025. Bu quş 2025 as çempiondur. Məhəmməd təbriklər. 2-ci sertifikat tərtib olunur. Məhəmməd Azallı 4-cü sertifikatdır. 2-ci sertifikat yenə tərtib olunur. 23.07.2025 tarixində 2023-012 nömrəli göyərçin 9 saat 40 dəqiqə tərtib olunur. 2-ci sertifikat. Təbriklər Məhəmməd. Yüksəkli Göyərçinlər Klubunun 1-ci sertifikatının sahibi və bu göyərçinlər birinci sertifikat aldığını üçün, yəni 10 saat üstü uçduğu üçün həm də paralel olaraq arxiv şəzərə kitabına işlənmişdir. Birinci sertifikatla təltif olunur. Məhəmməd Azadoğlu 30.07.2025-ci tarixdə birinci sertifikat təltif olunur. 10 saat 13 dəqiqə. Mrs. 2025 birinci sertifikat. Məhəmməd buyur. Və bundan paralel qardaşlar, biz birinci sertifikat almış şəxsə kubok da veririk. Və bu da Məhəmməd Azadoğlu'nun kubokudur. Kameradan xahiş edirəm bir dənə bunu göstərsin. Burada texniki bir səhv olmuşdu. O bizim xətamız, texniki səhvimiz olmuşdu. Həqiqət protokolunun uçuş 10 saat 13 dəqiqədir. Texniki səhv olub burada 10 saat 23 dəqiqə göstərilib. Yəni burada bu şeylərə şəffafıq. Məhəmməd, təbrik edirəm qardaşım. Uğurların bol olsun. Uğurlar. Əyləş. Məhəmmədin o quşunun şəzərəsi haqqında məlumat verim. 2023-439 nömrəli göyərçin şəzər göstər. Bu xahiş edirəm, onu çək. 2023-439 nömrəli göyərçin 2025 as çempion. 23.07.2025 tarixində 9 saat 35 dəqiqə. 30.07.2025 tarixində 10 saat 13 dəqiqə. Həmən bu göyərçinimizin %50 qardaşı, anadan bir qardaşı 12.07.2023 tarixində 12 saat 35 dəqiqə Yüksəkli Göyərçinlər Klubunun kat rekoru, 1 yaş üstü kateqoriyası rekoru 12 saat 35 dəqiqə, 29.07.2022-ci tarixdə isə 6 saat 6 dəqiqə uçmuşdu. Bu quşumuzun atası İsmail Mahmudova aiddir. Bu quşun anası isə 2020-221 nömrəli göyərçinimizdir. 221 nömrəli göyərçinimizin %50 tayı 2022-694 nömrəli göyərçin 12.07.2023 tarixində 6 saat 10 dəqiqə. Digər %50 tayı 2020 ögey, yəni %50 tay ögey tayı, yəni anadan bir və ya atadan birdirlər. Amma %100 tayı isə yəni atadan da bir, anadan bir baz qardaşlarıdır. Digər %50 tayı 2021-249 nömrəli göyərçin 29.07.2022 tarixində 6 saat 39 dəqiqə. Həmən bu göyərçinin %50 digər tayı 2024-cü il as kateqoriyasının 4-cüsü 2023-431 nömrəli göyərçin 27.06.24 tarixində 8 saat 37 dəqiqə, 29.06.24 tarixində isə 6 saat 10 dəqiqə. Digər bir tayı isə 2025-312 nömrəli göyərçin 07.07.2025 tarixində Yüksəkli Göyərçinlər Klubunun bala rekorunun sahibi 12 saat 6 dəqiqə ilə özünü doğrulmuşdu. Bu quşların ata tərəfi Məhəmmədənin özündə çıxma orijinal 209 nömrəli 2020-209 nömrəli göyərçin. Bu göyərçinimizin isə anası isə Emil Abbasova aid 058 nömrəli göyərçinimizdir. Və bu as göyərçinimizdən göstərilən bu as morçəpdə belə deyək. Bu as göyərçinimizdən danışar və bir şey nəzərinizə çatdırım. Yüksəkli Göyərçinlər Klubunun klub üzvü olmasalarda dəstəkləyən gözəl qardaş, dəyərli insanlarımız var. Bu qardaşlarımız nəyə görə bizlə klubda tərkib edirlər? Məsafə olaraq bizdən uzaqlar və biz onlarla bir yerdə yarışa təşkil edə bilmirik. Və İsmail Mahmudov, Maçdağı İsmail kimi tanıdığımız qardaşımız qış ayında mənə xəbər göndərdi. Yazdı ki, Əlim, mən qızıl hədiyyə eləmək istəyirəm, qızıl üzük hədiyyəsi eləmək istəyirəm. Sadəcə bilmirəm, hansını eləsə yaxşı olar. Yəni, ən çoxsan quşa verək, yoxsa as çempiona məsləhət. Belə məsləhətləşdi ki, as çempiona qızıl üzük verər. Qismətdən elə oldu ki, as çempion İsmail və Məhəmməd Əlinin birgə törətdikləri, fikir alışverişi olaraq, quş olaraq birgə törətdikləri 2023-439 nömrəli göyərçindir. Məhəmməd, xeyirli olsun, üzüyümüzün üstündə yazılıb. İsmail, hədiyyən üçün çox sağ ol. Klubumuza verdiyin dəstək üçün sənə minnətdarıq. Allah sənə can sağlığı versin. Bu sən hədiyyən Məhəmmədə təqdim elə. Çox sağ İsmail, buyur əyləş qardaşım. Və As 1 mayadır.
dişi quşdur. Və Aspirin kubokunu təltif etmək üçün Məhəmməd Əli biraz da yaxına dəvət edirəm. As çempionumuz Məhəmməd Azıdoğlu. Bir şey deyim qardaşlar, biz Yüksək Gərçinlər klubunda əsasən yazılarımızı ingiliscə yazırıq. Çünki bizim hədəfimiz başqa gərçinlərini ölkə xaricində tanıtmaqdır. İngilis də beynəlmiləş bir dil olduğu üçün fərqli ölkədə rahat oxuna bilir. Onun üçün də biz bu ingilis dilindən istifadə etmişik. 2x sözünün mənası 2 etapda. 2 etapa görə as çempion 23.07.2025 tarixində 9 saat 35 dəqiqə birinci yarışında 9 saat 35 dəqiqə uçub. İkinci yarışında isə 10 saat 13 dəqiqə uçub. 30.07.2025 tarixində. Totalda 2023 409 nömrəli göyərçi Məhəmməd Azıdoğlu. Məhəmməd təbriklər qardaşım. Oğlan bol olsun inşallah. Məhəmməd Azıdoğlu haqqında bir dənə qısa bir dənə Məhəmməd Azıdoğlu 2024-cü il as klasman çempionumuz. Bir quşu 8 saat nə qədərsə bir quş birinci etapda 8 saat üstü, ikinci etapda isə 11 saat 53 dəqiqə uçdu. Həmən o quşun atadan bir qardaşı bu il Yüksək Gərçinlər klubunun bala rekorunu sahib oldu. Bir atanın 3 fərqli dişidən olan balaları Yüksək Gərçinlər klubunun bala rekorunun sahibi 12 saat 6 dəqiqə, Yüksək Gərçinlər klubunun kart kateqoriyasında rekord sahibi 12 saat 35 dəqiqə və Yüksək Gərçinlər klubunun 2024-cü as çempion olmuş 11.53 nickname ləqəbli 11 saat 53 dəqiqə. Təbriklər Məhəmməd Əli. Bir erkəyin 3 dişidən 3 fərqli mayadan olan balasıdır. Qardaş təbriklər səni. Uğurların bol olsun. Allah sənə can sağlığı versin. Məhəmməd Azıdoğlu bununla bərabər Yüksək Gərçinlər klubunun az yaşlı olsa da qurucu üzvlərindən biridir. Təşəkkürlər Məhəmməd sən. Allah sənə can sağlığı versin. Buyur əzizim. Məhəmməd Azıdoğlu bizdə Yüksək Gərçinlər klubunda göyərçin yarışır, yetişdirici yarışmır. Və bununla paralel olaraq Məhəmməd Azıdoğlu ikinci göyərçini də zəhmət olmasa yaxın gətir. Yüksək Gərçinlər klubunun 2 etapda 2023-02 nömrəli göyərçini birinci yarışda 9 saat 40 dəqiqə 23.07.2025 tarixində 9 saat 40 dəqiqə, ikinci etapda ikinci yarışında 30.07.2025 tarixində 8 saat 37 dəqiqə ilə rezultat vermiş as çempion olmuş. Və bununla paralel Məhəmməd danışında Məhəmməd məndi bu quşun balası da Məhəmməd bizim yarışında nə qədər uçdu? Göyquyruq ərkəyin. Birinci gələn quş olur, ikinci gələn quş 6 saat 22 dəqiqə. Bu quş 6 saat 23 dəqiqə öz balası uçur. Məhəmməd bu zəhmət olmasa. Təbriklər. Allah sənə can sağlığı versin. Və Məhəmməd Azıdoğlunun bu quşunun mən istəyirəm orada dayanım. Kamera çəkən qardaşımızdan xahiş edirəm bir dənə bu göyərçimizi göstərsin. Bu göyərçimizin şəcərəsi haqqında məlumat vermək istəyirəm. 2023 30.07.2025 tarixində 8 saat 37 dəqiqə, 23.07.2025 tarixində 9 saat 40 dəqiqə və bu quş keçən ildə 2024-də də yarışmışdı. 27.08.2024-cü ildə isə 9 saat 54 dəqiqə bu quşun rezultat vermişdi. Və bu quşumuzun şəcərəsi haqqında məlumat vermək istəyirəm. Bu quşun atası məndə çıxıb. Atasının atası isə Dadaş Abbasovun 2020-161 nömrəli göyərçinidir. Bu quşun ata nənəsi isə Məhəmməd Azıdoğlunun 2020-210 nömrəli göyərçinidir. Həmən bu göyərçinin də %50 tayları 2022-694 12.07.23 tarixində 6 saat 10 dəqiqə, 2021-249 nömrəli göyərçin 29.07.2022 tarixində 6 saat 39 dəqiqə, AS4 2023-431 nömrəli göyərçini 8 saat 37 dəqiqə, 6 saat 10 dəqiqə və 12 saat 6 dəqiqə. Bu quşun da burada gözəl bir, mən bir çəkilişimin öncəsində belə bir şey vurğuladım ki, Yüksək Gərçinlər klubunun hədəfi və prinsipi həm quşun asda, 2 etapda özünü göstərməsi və bundan sonra da bu quşun son saatı uçmadığını göstərməkdir. Təsəvvür edin ki, qardaşlar, bu quş X058 nömrəli göyərçinin Emil Abbasovun sahibi olduğu X058 rəqəmli göyərçimiz var, dişi. Həmən o dişinin balası budur. Yüksək Gərçinlər klubunun bala kateqoriyasının sahibi. Həmən quşun ata nənəsi, həmən quşun, bunun atası həmən o X058-in nəvəsidir. Atadan nəvəsi, ata tərəfdən nəvəsidir. Bu quş isə ana tərəfdən nəvəsidir. Yəni bir maya fərqli erkəklərlə öz rezultatını göstərmək. Biz burada nəyə istifat eləmək? Biz klub olaraq prinsimizi çatdırmaq istəyirik və demək olar prinsimizə bir addım irəliyə yaxınlaşmışıq ki, biz şəcərin çatı şəcər olmadığını göstərdik, əlhəmdülillah. Və buna görə də qardaşımıza təşəkkür edirəm və bu
2022, üzr istəyirəm, 2023 02 nömrəli göyərçinimizin anası 2021 243 nömrəli göyərçin Çilmayadır. Çilmayanın atası isə bizim ilk yarışlarımızda 2021-2022-ci yarışlarımızda X036 nömrəli göyərçinimiz olub. Bu quşun anasının atası birinci yarışında 7 saat 18 dəqiqə, ikinci yarışında isə 6 saat 30 dəqiqə rezultat vermişdim. Bu qədər. Bu quş haqqında bu qədər. Məhəmməd, təbrik edirəm qardaşım səni. Gəl sən. Məhəmməd Azdoğlu. Bu da Məhəmməd. Göquyruq erkeğe görə aldığın kubok. Sənə uğurlar arzulayıram. Allah sənə can sağlığı versin. Uğurların bol olsun. Buyur əyləş qardaşım. Klubunun qeyd etdiyim kimi birinci sertifikat almış göyərçinlərinin həm birinci sertifikat, kubok və arxiv həmən 10 saat susan quşlar arxiv şəzərə kitabına düşür. Biz bunu qeyd edirik. Biz klub olaraq bizim hədəfimiz ilk öncə klubun damazlığını inkişaf etdirmək, klub üçün damazlıq heyvanlar yetişdirmək, klasman heyvan yetişdirmək. İkinci hədəfimiz isə bizim hədəfimiz başqa quşun inkişafıdır. Azərbaycan üçün, Azərbaycan başqa yüksək göyərçinləri sevənlər üçün damazlıq quşlar yetişdirməkdir. Və 10 saat 56 dəqiqə rezultat da Kamran Allahverdiyev qardaşımız dəvət edirəm. Kamran Allahverdiyev 07.07.2025 tarixində 2024 715 nömrəli göyərçinlə 10 saat 50 dəqiqə rezultat verdi. Birinci sertifikat aldı, nikdə və ləqəb aldı Vega. İnşallah bu quşun şədərəsini gələcək illərdə klubumuzda görərik Allah olsun. Və bununla paralel bu quşumuzun şəzərəsi haqqında məlumat vermək istəyirəm. Vega. 2024 715 nömrəli göyərçinimiz 07.07.2025 tarixində 10 saat 56 dəqiqə rezultat vermişdi. Bu quşun atası sosial platformalarda Sabit Bədalovun quşudur. Bu quşun atası. Bu quşun anası isə Kamranın öz yetişdirdiyi heyvandır Maya. Mayanın atası isə yenə də Sabit Bədalovun, bu quşun ana nənəsi də, babası da Sabit Yeraz kimi tanınmış Sabit Bədalovun göyərçinidir. İnşallah bu quşun uğurları arzulayırıq. İnşallah gələcək Yüksək Göyərçinlər Klubunun tarixində öz sözünü deyər inşallah. Allah və Kamran, səni dəvət etmişkən sənə bir dənə söz deyim. 10 saat 14 dəqiqə ilə yarışın diskalifiyə olundu. Buna sənin iradın. Qrup qayda qanunları nədirsə, ona uyğun. Bir iradın yoxdur ki. Təşəkkür. Uğurlar sənə, Allah müvəffəq eləsin. Və bundan əlavə, qardaşlar, Kamranın kubokunu da verim. 10 saat 56 dəqiqə, 07.07.2025 tarixində 10 saat 56 dəqiqə, üzvü nömrəsi 2024 715 nömrəli göyərçinimiz Kamran Allahverdiyevə təqdim olunan kubok. Təşəkkür Kamran. Uğurların bol olsun. Allah sənə can sağlığı versin. Kamran 2 ildir, Kamran 2 il var klubumuzdasan. 2 ildir amma birinci ildir quş sözürsən. Kamran klubumuza 2 ildir üzv olub, amma birinci ildir quş sürtdü bizdə. Və bununla bərabər Kamran Yüksəkçi Göyərçinlər Klubunun bala kateqoriyasında, yəni eyni ilin bala kateqoriyasında bu göyərçinimizlə bala rekordunu yenilədi. 12 saat 6 dəqiqə ilə. Kamran Allahverdi təbrik edirəm. Quşumuzun nickname, ləqəbi Jasper. Sözün mənası xəzinədir. Nəyə görə də bu quşa xəzinə ləqəbini qoyduğumuz, nəyə görə bu nickname verdiyimiz üçün inşallah Kamranda izahını izləyicilərə izahını verəcəm. Bu göyərçinimizdə 07.07.2025 tarixində 2025 312 nömrəli göyərçin 12 saat 6 dəqiqə rezultat vermişdi, bir də sertifikat almışdı. Kamran, təbriklər qardaşım, uğurların bol olsun. Sən bir dənə deyən, bunun şəzərəsi haqqında məlumat verim. Qardaşım, həmən quşumuz budur. Sən bunu çək, qoy dəyərli insanlar, dəyərli Bakı quşunu sevənlər o quşu yaxından bədən quruluşu ilə tanış olsunlar. Aha. 2025 hal-hazırda videoda gördüyünüz bu göyərçin 2025 312 nömrəli göyərçinimiz 07.07.2025 tarixində 12 saat 6 dəqiqə rezultat vermişdi. Bu quşun gözəl bir şəzərəsi var. Sırf bu şəzərəsinə görə bu quşa Jasper ləqəbini, xəzinə ləqəbini vermişik. Bu quşun atası X045 nömrəli çəkilli ərkəyimiz. O quşlar burada, onu da göstərəcəm, Allah qoysa. Mənim məzəm soğuk göyərçinə gətirərsən. Çəkilli ərkəkdir. Çəkilli ərkəyin sahibi Dadaş Abbasovdur. O çəkilli ərkəyin atası isə Əli-Heydər Novxana kimi tanıdığımız Əli-Heydər qardaşımdır. O çəkilli ərkəyin, çəkilli ərkəyin anası isə Dadaş Abbasovundur. Çəkilli ərkəyin 3 fərqli mayadan olan balaları, birinci mayadan olan balası 12 saat 6 dəqiqə, digər bir mayadan olan balası 11 saat 53 dəqiqə rezultat vermişdir. Və digər bir mayadan olan balası isə, Məhəmməd, onu əldə göstərəcəm.
Hə, qoy. Hə, göstərilən şəkilli budur. Sən bir də çəkiş yaxından göstərsin. Bəzi köhnə quşbazlar bilər qaçdı. Şipirikli. Həmən bu bizim damazlıq erkəyimiz, klubumuzun damazlıq erkeyi, şəkilli erkəyimiz budur. Bu şəkilli erkeyin bir balası 2024 as çempion, 2023 423 nömrəli göyərçin, 29.06.2024 tarixində 11 saat 53 dəqiqə, 27.06.2024 tarixində 8 saat 14 dəqiqə, 2021 043 nömrəli göyərçin, bunun digər balası, 17.07.23 tarixində 12 saat 35 dəqiqə, 29.07.2022 tarixində isə 6 saat 6 dəqiqə rezultat vermişdi. Atası, həmən quşun atası bu şəkilli erkəkdir. Bu quşun anası isə Emil Abbasova məxsusdur. X058 nömrəli göyərçin. Həmən X058 kollu göyərçinimiz də 2022 694 nömrəli göyərçinin balasıdır. 6 saat 10 dəqiqə. 2021 249 nömrəli göyərçin 6 saat 39 dəqiqə. 2024 as 4. 2023 431 nömrəli göyərçin 27.06.24 tarixində 8 saat 37 dəqiqə. 29.06.24 tarixində isə 6 saat 10 dəqiqə ilə klub yarı çərçivəsində rezultat verilmişdi. Bu soyları bizə ərmağan edən, bu cinsi bizə əlimizə satmaq kömək eləyən ilk öncə Qurban əmiyə təşəkkür edirik və bundan sonra bizim qardaşlarımız Emil Abbasov, Şabbasov ki, bu xəttləri, bu quşları bizə layiq gördülər, hədiyyə elədilər. Allah can sağlığı versin onlara. Kamranın da bala yüksəkli göyərçinlər klubunun bala kateqoriyası kubokunu Kamran qardaşımıza verirəm. 07.07.2025 tarixində üzük nömrəsi 2025-312 nömrəli göyərçinimiz 12 saat 6 dəqiqə. Kamran, gəlin səndən daha gözəl nəticələr gözləyirəm inşallah. İnşallah daha gözəl nəticələr. Sən çünki daha artıq layiqsən, gözəl qardaşımızsan. Allah səni müvəffəq eləsin, uğurlar arzulayıram sənə. Buyur əyləş. Bugünkü məclisin qonağı da var idi. Kənan qardaşımız. İstəyirəm Kənan da bir öz sözünü desin. Kənan, buyur qardaşım. Klubumuza sözün. Xeyirduan. Xeyirli uğurlu olsun inşallah. Uğurlar arzulayıram qrupun bütün iştirakçılarına. Gələn illər, gələcək illərdə inşallah daha gözəl saatlara, ürəkləri istəyən saatlara nail olarlar. Daha çox iştirakçı quş uçurlar, biz də izləyərik. Biz izləyici qismində gedirik yarışlara, ləzzət alırıq, hamısından gözəl nəticələr görürük. Uğurlar arzu edirəm hər bir iştirakçıya. Çox sağ ol Kənan. Allah sənə can sağ versin. Kamran da klubumuzun içində olmaq, klubumuzun yanımızda olan qardaşlardır. Allah can sağ versin. İnşallah bu zamanımızı, bu qiymətli zamanımızı bizə ayırdığınız hamınıza təşəkkür edirəm. Gələn qonaqlarımıza, gələn dostlarımıza və bizi izləyənlər öz zamanlarını, qızıl zamanlarını bizə ayırdılar. İnşallah düşünürəm ki 2026-cı il daha da gözəl olacaq, daha da gözəl rezultatlar verəcək və daha da gözəl göyərçinə və az kateqoriyasında olsan, yaxşı quşlar yetişdirəcəyik. Allah hamını müvəffəq eləsin. Kim ki başqa quşlarına xidmət göstərər, hamıya can sağlığı arzulayıram və onlardan arzum və təmənnim budur ki, bu cinsi gözəl şəkildə qorusunlar, sağlam şəkildə qorusunlar, genetik izləməyə əsas diqqət eləsinlər. Çünki bu Azərbaycanın milli sərvətidir. Təşəkkür, çox sağ olun.